Değerli tərbiyəçilərimiz, sevimli uşaqlarımız, bugün Əlvida Bağça Salam Məktəb tədbirindəyik. Gəlin əvvəlcə bu xoş anları bizə yaşadan şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Gələcəyimiz olan bu fidan balaları vətənimizə, xalqımıza, dilimizə, dinimizə məhəbbət ruhunda tərbiyə etmək üçün biz müəllimlər var gücümüzlə çalışmışıq. Onların qarşısında müəllimlərin köməyi ilə elm dünyasına pəncərə açılır. Biz müəllimlər çalışırıq ki, bu pəncərədən süzülən gür işıq seli balalarımızın həyat yollarını daim işıqlandırsın. Onlar bu yolda mətin addımlasın və arzu dünyalarına qovuşsunlar. Bunun üçün səbirliliyimizlə uşaqlarda təmkinlilik, yaradıcılığımızla öyrənmək həvəsi, əməksevərliyimizlə çalışqanlıq, məhəbbətimizlə sədaqətlilik hisslərini aşılamağa çalışmışıq. Artıq biz onlardan ayrılacağıq. Əziz uşaqlar, yolunuz açıq olsun. Əziz müəllimlər, neçə illər siz bizə bilik və bacarıqlar öyrətdiniz. Əldə gələn tutmağı, tərifləri tanımağı, saymağı və oxumağı öyrətdiniz. Və tərifsiz sevməyi, onunla fəxr etməyi öyrətdiniz. Azad ölkəmizdə indi biz uşaq, bizdə yetişənci yazacaq.